Salamlayıram əziz izləyicilər. Sizi böyük gələcəyi kiçik addımlarla verilişinin növbəti qonağı istedadlı gənc futbolçu Rehat Abbaslıdır. Salamlayıram ilk öncə Rehat səni. Tamam. Neçənci ildə harda dünyaya göz açmışsan? 2015-ci il Bakıda dünyaya gəlmişəm. Hansı klubdan oynayırsan? Kapital Baku. İlk klubun hansı olub? İlk klubum məktəbdə futbola getmişəm. Orada amma komanda değildi. Yəni məktəbin adı ilə. Daha sonra isə Kapital Baku. Sonra Kapital Baku. Məşqçinin adı nədir? Tural Hüseyni. Tural müəllim. Necə oldu futbola başladın? Yəni öz istəyinlənmi və yaxud da kimsə məsləhətinlənmi? Öz istəyimlə. Yəni daha sonra Atava müraciət etdin. Dedim sonra getdim. O da artıq Kapital Baku'da. Neçə yaşında futbola başlamısan? 9, İndi artıq 11. 12 yaşın olacaq, 11 yaşın olub, 12 yaşına doğru gelirsən artıq. 11'in içindeyim ama 2015 11 olacaq. 11 olacaq, 12 doğru gelirsən. O 11 liqası tamamlandı Azərbaycan çempionatında və mənim siyahımda, yəni istedadlı futbolçular siyahımda sən də varsan. Mənim şəxsi düşüncəmdir. Təbii şəxsi düşüncəmdə də az adamla da qeyd edim. Sən də varsan. Çempionat necə sənin üçün yadda qaldı? Çempionat bu xatirəsi kimi. Maraqlı oyunlar oldu mu sənin Bəli. üçün? Hansı oyunlar xatırlaya bilərsən? Antikov. Daha sonra Sonra Difay oyunlarda qələbə mi qazandınız yoxsa necə? qələbə qazandı. Hər ikisində. Və sənin qolların olubmu bu oyunlarda? Maraqlı qolların mı deyə, ötürmələrin mi deyə və yaxud da oyun epizodları olubmu? Olub. Hansı oyunda? Antikovda olub 2-0'dan 2-0'dan 2-2 eləmişəm, qol atmışam. Neçə qol vurdun? 2 qol. 2 qol vurmuşsan. Rehat! Ağıllara zərər bir gol. Abbasovdan. Oynadı, ağıllı. Oynadı, ağıl tələb edən bir gol idi. Daha çox topla oynamaq sevən futbolçusan. Yəni topla rəqs etməyi bacaran bir futbolçusan. Sənin kumirin kimdir? Yəni sevdiyin futbolçu kimdir? Özü onu kimə bənzətmək istəyir? Lionel Messi. 8 balonları olan dünya futbolunun canlı əfsanəsi Lionel Messi'yə bənzətmək istəyir. Bəs sual vermək istəyirəm. Bəs Ronaldo? Ronaldo. Yox. Yox. O da kifayət qədər əfsanə bir O da futbolcu. yaxşı oynayır. Amma sənin üçün? Messi. Bir dünya komandası sənə icazə versən bir dünyada bir komanda yaratmaq şansı. 11'liyi necə qurardın? Qapçı Courtois qoyardım. Müdafiə Van Dijk, Rudiger, sağ müdafiə Hakim qoyardım. Sol müdafiə Hernandez. Sol yarım müdafiə Bellingham qoyardım. Orta yarım müdafiə De Bruyne. Sağ yarım müdafiədə Valverde. Sağ hücumda Salah'ı qoyardım. Orta hücumda Mbappe. Sol hücumda Vinicius. Bəs sevdiyin futbolçu Messi-nə əlavə etmədin ora. Artıq bu heyətlə mübarizə aparmaq istəyir. Komandanın adı nə olardı yaxşı? Fırtına Peki. Fırtına. Çox qeyri-adi bir addır. Baş məşqçisi? Guardiola. Pep Guardiola. Pep Guardiola. Çox maraqlı bir seçim idi o da. Həmin mövqelərdən, yəni sayılan futbolçulardan hansı futbolçunu çıxardardın, özü ora salardın? Mbappe. Mbappe çıxardardın. Forward kimi özü mübarizə aparır. Çox maraqlı bir seçim. Komanda yoldaşlarına varmı elə bir futbolçular o mövqedən çıxardasan və həmin mövqeyə olaraq özü daxil edəsən? Öz komanda yoldaşlarım. Fərq etmir. Muradı kimin yerinə meydan salardı? Vinicius. Çox maraqlı bir seçimdir. Peşəkar karyeranı inşallah qabaqda da hələ öndədir. Peşəkar karyeranı Azərbaycanda davam etdirmək istəsən, hansı klubda davam etdirmək istəyirsən? Öz Neftçidə falan. Neftçidə. Hər zaman, hər yerdə, hər anda Neftçi. Mən də Neftçi fanatiyam. Yəqin ki, sən bunu bilirsən. Kiçik də olsa, bilərsən ki, mən də Neftçi fanatiyam və Neftçini sevənlərdən biriyim. Yaxşı, Avropada hansı klubda davam etdirmək istəyərdin? Barça. Barcelona'da. Təbii ki, Lionel Messi'nin azıcık olduğunu halda Barcelona'da etmək istəyirsən. Varmı elə bir futbolçu, yəni desən, Barça fanatı olduğu üçün sual verir. Real Madrid'də Vinicius'dan başqa, Mbappé'dən başqa sevdiyin bir futbolçu var mı? Hal-hazırda. Əvvəllərdə
Ramos. Ramos biləm. Bir də qapıçı olub Kurtoz. Yəni bunları bəyənirsən. Hal-hazır. Ulan sevdiyin bir futboldan başqa məşğuliyyətin varmı? Telefonla oynamaq, bir də futbol oynayıram sonra yenə. Yəni başqa heç. Neçənci sinifdə oxuyurdun sən? 5-ə keçdim bu il. 5-ci sinifdə. Həftədə neçə dəfə məşğul olursan futbolla? Məşq edirsən? 2-4 aldı. Həftənin 3 günü. Həftənin 3 gün. Fərdi məşqlərə gedirsənmi? Xeyr. Təhsilinə mane olmur. Hal-hazırda tətildir, anlaşılan təhsil məsələləri işləmir. Amma məktəbə tətilə getməmişdən öncə mane olurdumu sənin futboluna? Məktəb, bəli. Olur. Olubmu bir hal ki, sən qrip olmusan, xəstələnmirsən, məktəbə getməmisən, amma futbola getmirsən? Olub. Tam səmimi, rahat, əla cavablardır bu. Yəqin ki, məktəb direktoru da bu mövzunizmə istəyər ki, məktəbindən belə bir istedadlı Rehat Abbası kimi parlaq yolda çıxsın. Yəqin ki, uşağın bu düşüncələrini kölgə altına salmaz. Bunun səmimi qəlbdən həm direktorda inanıram mən. Sinif rəhbərinin adı nədir? Cəmalə Qafarova. Və direktorun? Samir. Buradan həm Kamira xanımla, həm Samir bəyə necə təşəkkür bildirərsən? Təşəkkürün sənə təhsil almağa kömək edirlər. Bunlara ən azından bir təşəkkür edə bilərsən, edərsənmi? Bəli. Buyur. Təşəkkür edirəm Kamal müəllimə və Samir müəllim. Bu da təşəkkür. Yəqin ki, az öncə o verdiyi cavabla özünü bağışlatdırdı. Həm direktora, həm də sinif rəhbərinə. Yaxşı. Sevdiyin bir rəng varmı sənin? Bəli. Hansı? Mavi. Mavi rəng. Dəniz mavisi. Səma mavisi də doğrusu. Bəli. Sevdiyin bir yemək varmı? Var. Hansı? Yarıfalda olmaz. Sevdiyin bir maşın növü varmı, markası? BMW. Sevdiyin bir ölkə varmı? Var. Hansı? Çin. O, maraqlıdır. Çox maraqlı bir seçimdir. Olmusan mı Çində heç? Xeyr. Avropa ölkələrinin hansı birində olmusan mı? Xeyr. Ümid edirəm ki, olacaqsan və Çində. Rehat Abbasov 2 məsuliyyətimə bir qol. Abbasov. Mən bilmirəm, rəqib düşünsün, deyir. Rehat Abbasov. Sənə belə bir şans verirəm. Ömrünün sonuna qədər Çində yaşamaq hüququ. Sayını sən təyin edəcək qədər BMW. Heç vaxt bitməyəcək qədər yarpaqda olmaz səni təklif edirəm. Heç vaxt bitməyəcək. Hər gün, hər saniyə yeyəcəksən. Amma futboldan uzaqlaşacaqsın. Xeyr. Futbolda. Bəlkə bunu valideynlərinə xahiş etsə. Xeyr. Onlara da qarşı çıxarsan. Hə. Futbol Rehat Abbaslı üçün nə deməkdir? Möhtəşəm. Möhtəşəm bir şey. Möhtəşəm birisi. Hər şey deməkdir. Yəni, möhtəşəmdirsə, əvəz olunmaz və qarşısı alınmaz bir şey. Və verdiyin cavablar əladır. Səmimidən əsas. Bu çox məni sevindirir. Tural müəllimin mənfi xüsusiyyətləri varmı? Yəni, sevmədiyim bir xüsusiyyəti varmı? Xeyr. Yoxsa xüsusiyyətlərini sevirsən. Bəs məşqlər zamanı səni yorulmur məşq? Bəli. Heç olubmu futboldan uzaqlaşmaq istəmirsən? Yorulmusan, artıq bitkin düşmüsən. Olubmu belə bir hal? Bəli. Hasan olur, çox maraqlıdır. Heç bir futbolçu buna səmimi cavab vermir, amma çox səmimi cavab verir. Hasan? Çempionatda oynayamayanda istəməmişəm. Uzaqlaşmaq istəmişəm futbolda. Artıq uzaqlaşmışam. Amma yenə öz iradəvi bir yerə toplayıb Davam edirəm futbol. bəs yaxşı. Futbolçu olmasaydın, hansı peşəni seçərdin? Basketbol, voleybol, basketbol. Voleybol seçərdim. Yəni, çox maraqlıdır. Yaxşı. Deyək ki, dəryadan bir qızıl balıq tutmusan. Fərz edək, nağıl qəhrəmanını kimi. Həmin qızıl balıq sənin 3 istəyi yerinə yetirəcək. O 3 istəyi nə olardı? Barcelona'da oynamaq. Bir artıq getdi. Bir də hər gün məşqlərə getmək çox. Bu 2. Üstə
Üçüncüsü. Bu kifayət edər də, yəni bu ikisi mənə Hə. kifayət edər deyirsən. Hansı nağıl qəhrəmanının özünü bənzətmək istəyərsən? Nağılları yəqin ki, İyi. heç birinə. Elə Rehat Abbaslı kimi yaşamaq daha rahatdır. Həli. Qeyb futbolçu kimi dünyaya doğuldun. Yenidən sənə belə bir şans verildi, hüquq verildi, yenidən dünyaya doğulmaq. Dünya təzədən Gəlmək. Hansı peşəni seçərdin? voleybol. Voleybol seçərdin. Hə. Yəni, alırsa olmaq istəyirdim futbolçularla. İndi klubu dəyişmək istəyirsənmi? Başqa bir kluba getmək istəyirsənmi? Bəli. Hansı kluba? Neft. Ne istəyirsən? Hə. Sənə oğullar arzu edirəm, Rehat. Verin cavablar. Hər şey gözəl idi. Hər şey əla idi. Möhtəşəm cavablar idi. Ən əsas bizim verilişimizin ən incə nöqtəsi bundan ibarətdir ki, biz konspekt üzərində deyil, futbolçuların verdiyi səmimi cavabları sunturuq, onlara verdiyimiz suallar səmimi olsun deyə, şablon olmasın deyə, ürəklərindən gələn rahat cavablar versin deyə konspekt yazılmır və sənin kimi futbolçularını tanıtmaq üçün. Meydanda zaten bu topla mübarizə aparsa, amma meydandan kənarda xarakterinizi də insanları çatdırmaq üçün bu verilişləri hazırlayırıq. Və sən də artıq həm keyfiyyətli insan formalaşır səndə, dənc dövrə tərəf gedirsən, etkinlik dövrünə tərəf gedirsən və bir futbolçunun əsl xarakteri əsasını ortaya qoyursan. Bu çox böyük bir amildir. Böyük bir sənin özün üçün tapıntıdır. Mən sənə uğurlar arzu edirəm. İnanıram ki, ciddi zədəm olmayacaq. Zədə futbolçuya təbii ki, desəm ki, zədə olmayacaq. Bu, biraz günləri bəlkə gələr. Futbolçusansa zədəm olacaq. İstəyirəm ki, karyeran uğurlu olsun və sonda sənə bir sual vermək istəyirəm. Veriliş haqqında nə düşünürsən? Öz fikirlərimi xahiş edirəm. Veriliş haqqında yaxşı keçdi və Həyəcanlıydım. Daha sonra isə heyecanlıydım, sonra rahatlaşdım. bir sonda da bir sual vermək istəyirəm. Mən həqiqətən danışdırmaq istəyirəm səni mövzudan. Əslində uzaqlaşıram, mövzunu tamamlarsam, amma o qədər relaks hiss edirəm ki, səndən danışarkən rahat hiss edirəm, özümü istəyirəm ki, mövzu daha da uzansın və sonuncu sualımı verəcəm, məncə tamamlayacağam. Sənin oyunlarının demək olar hamısını şərh etmişəm. Maraqlı bir şərhim mənim, sənin oyunun şərhim yadda qalıbmı? Hangi klub? Oyunda şərh etdiyim. Yəni ki, reportajlar bunu qeyd edəcək. Ömer, Ayxan, biraz arkaya gel. İkinci zərbəsi və burada hala qarşı mənsə bitib və Rehat Abbası bəlkə də U11 liqasının ən bəstə boy futbolçusu. Fərqləri necə deyərlər, bap balaca boy var, dam dolusu toy var. Bu tora göndərir. Rehat Abbasov comeback. Geri dönüş. Ya sənə təşəkkür edirəm. Mənə dəyərli vaxtını sərf etdin. Uğurların bol olsun. Addımların zirvəyə doğru addımlasın. Zirvə ayağımın altında qalsın. Uğurların sayısız hesabsız, saya bilməyəcəyim qədər çox olsun. Atavın, anavın, sevdiklərin sevindirəsən. Minnətdaram dəyərli vaxtını mənə sərf etdiyin üçün. Təşəkkür edirəm.